Bugün mənim ad günümdür. Bu münasibətlə məni təbrik eləyən xeyli insan var. Mən narahat adamam. Mən bacardığım qədər bütün şəhərlərə cavab yazmaq istəyirəm. O da ki, ola daima ünsiyyətdə olduğum, bax bu platformada tanıdığım insanlar. Mən onlara cavab vermək istəyirəm. Ürəyim partlayır, amma çoxdur. Yəni çatdıra bilmirəm bir-bir. Hər birimizə bax kim bax əlini hərəkət elətdirib orada barmağını bax haqqınızı halal eləyin. Hər birimizə dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Hər birimiz dəxli yoxdur. Kimliyindən asılı olmayaraq içində daşıdığı insanlığa görə mənim bacım və qardaşımdır. Hətta belə söyən, hətta belə hər kimliyin asılı olmayaraq da, yəni titulundan, həyatdakı atdığı addımlardan, səhvdən, düzdən, bəli, mənim haqqım yoxdur. Mənim üçün, mənim xalqım, mənim qəbiləm, mənim bacı və qardaşımdır. Mən bunu həmişə də belə deyirəm. Məni söyən insanlar onlar hardasa bir xülyaya uyublar, amma öz içlərində bizi birləşdirən bir ilahi bir şeydən uzaq düşüblər. Vicdan başqa məsələdir, empatiya başqa məsələdir. Bunlar tamam başqa bir şeylərdir, onlar funksiyalardır. Amma bizi insan eləyən, bəli, birinci növbədə bir vacib şey, biz torpaqdan yaranmışıq. Əgər sən özünü torpaqdan ayrı tutursansa, bir yoncadan, bir otdan üstün tutursansa, sən qəflətdəsən, sən insan deyilsən, insanlıqdan uzaqsan. Bəli, yaradılışda nə varsa, canlı nə varsa, biz onunla birik. Bəli, biz torpaqdan yaranmışıq. Biz bananla insan, kardeşim, bu adi bir şeydir. Bunu orta məktəb uşaqları bilir. 50% bizim DNK'mız eynidir bir bananla. Yəni, bu təbiətdə nə varsa, biz onunla bir yerdə insanıq, harmoniyada. O da ki, qala, biz insanıq, biz başqa canlılardan daha üstünük. Biz danışırıq, biz ünsiyyət qururuq, biz bir-birimizlə söhbət eləyirik. Bizdən xəbərsiz beyinlərimiz danışır. Bəli, biz bir-birimizə dərdimizi demədən başa düşürük. Biz başqa canlılardan buna görə fərqliyik. Biz meşədə görmərsiniz bir dəstə çaqqal yığışıb, bir başqa çaqqalın yas məclisinə gedə, ya toyuna. Biz insanıq, biz bunu eləyirik. Təəssüf ki, bugün insanlıq, biz amma insanlığımızdan uzaq düşmüşük. Biz bir-birimizi söyəndə bir şeyi söyürük. Biz bir-birimizi təhqir eləyəndə bir şeyi təhqir eləyirik. Mən niyə yüksəlirəm, ucalıram? Çünki mən bu cəmiyyətin bəlkə də 95%-nin iyrənc kimi baxdığı qadına da bacı deyirəm. Bəli, mən ona görə yüksəlirəm. Mən kimlərinsə günahlandırdığı, onu, bunu, o saydığı birinə qardaş deyirəm. Ona görə də təsavvufda deyir ki, sən heç bir şey olduğu anla ki, hər şey olduğu dərk eləyəsən. Mən sizin əllərinizdən öpürəm. Mən xalqımı, millətimi çox sevirəm. Biz hamımız insanıq. Biz insanıq. İnsanın fərqi yoxdur millətindən, dinindən. Amma burada da bir hikmət var. Biz burada yaranmışıq, bu coğrafiyada. Biz bu torpaqdan, bəli, ərsəyə gəlmişik. Biz bu torpağın neymətləri ilə insan olmuşuq. Bizə DNK'mızda, genetikamızda milyon illərdən bəri ötürülən informasiyalar var. Bəli, biz insan oyananda bunların hamısı kitab, bax belə gözünün qabağında kitab kimi açılır. Biz bir-birimizə biz nə vaxt yaxın oluruq, doğma oluruq. İnsan olduğumuzu fərqində olanda, anlayanda ki, bəli, biz insanıq. İnsan insanı sorğulamaz. O haqqa insanın, yəni o insanın yaradışında yoxdur. İnsan bir-birini sorğulamaq üçün gəlmir. Amma iş orasındadır ki, insan ola bilmir, ayıla bilmir, oyana bilmir. Onun üçün bu sistemlər qurulub, tərbiyə metodları, o, bu və bizi insan halına gətirib çıxardıblar. Amma insan olmaq, artıq bilirsiniz, ədaləti dərk eləməkdir. Bu dünyada ədalət yoxdur. Allahın yaradışında ədalət yoxdur. Mən bunu istənilən adama sübut edə bilərəm. Haradadır ədalət? Bostanda yazıq arvad gedir, qoca nənə zülümlə bostan əkir, görürsən, alaq gəlir, onu dozan qurdu deyirlər, dartır, aparır, şitili, nə bilim,
Yəni yoxdur da sərçə bala qoyur yatır yuvasının üstündə. Baxın da canlılar aləminə. Bəli, yoxdur. Xaosdan düzən əmələ gəlir. Yaradanın başqa bir qaydaları var, başqa prinsipi var. Qurtlar Vadisində qılınc gözəl şəkildə onu izah edir. Orada da hər şey metafordur. Onun altında həqiqətlər yatır. Deyir ki, mən uşaqlıqdan Allaha dua elədim ki, bir velosipedim olsun. Olmadı. Sonra getdim sonra öyrəndim ki, Allahın iş prinsipi başqadır. Və sonra deyir, getdim onu uğradım və qalan ömrümü məni bağışlamaq üçün dua elədim. Yəni orada bir incə eyhamdır. Yəni Allahın iş prinsipi başqadır. Bizə başqa cür öyrədiblər, başqa şeylər var. Sənin cavablarsa öz içindədir. Və Allahın ədaləti insan dünyasında var. Amma hansı insan dünyasında? İnsan olduğunun fərqində olanda. Bəli, bu çox rəsmi şəkildə mən paylaşmışam burada. Ad çəkmək istəmirəm. Rəsmi şəkildə ifadə olunan bir şeydir. Bəli, bu belədir, bu həqiqətdir. Mən burada hər kəsə bacı və qardaş deyərək bir daha dərin təşəkkür edirəm. Var olun. Bugün mənim 2 yaşım tamam olur. Bəli, 2 yaşım tamam olur. Mən körpə uşağam. Mən, bəli, insan dünyasında, mən demişəm axı ki, bu dünyada 2 növ insan var. Bir qəflətdən oyanmış insanlar, bir də ki, qəflətdə olan insanlar. Mən qəflətdən oyanmış insanların yanında körpə uşağam. Bəli, onlar var, çoxdular. İnsan var oyanır, dünyaya gələndən oyanıb, insan var oyadılıb, insan var sonradan oyanıb. Bir sözlə, mən qəflətdən oyanmış insanların yanında 2 yaşım var insan olaraq. Belə də insan olaraq da, yəni 48 yaşım tamam olur. Mən düşünürəm, zaman anlayışını biz yaratmışıq, insan yaradıb, zaman bir ölçüdür, sadəcə fəza və zaman. Yəni bu, biz sadəcə yaşlanırıq, bu təbii bioloji prosesdir, saçlarım ağarır filan bəsməkan və bir gündə ölüm adlı bir proses var, onu başa çatdırırıq, o biz insana aid olan bir şeydir. Sonra isə artıq biz insan yox, başqa bir formatda, başqa bir vəziyyətdə onu da yaşarıq, görərik. Yəni, hər şey bir şuur səviyyəsində var olur. Hər birimizə uğurlar arzu edirəm. Fəxr edirəm ki, mənim belə gözəl millətim var. Fəxr edirəm ki, mənim millətim özünə qayıdır. Fəxr edirəm ki, biz özümüz olmağa başlayırıq. Fəxr edirəm ki, bizim duman çəkilir başımızın üzərindən. Biz qalibiyyət qazandıq, biz bir olduq. İndi çox biraz başımızı yuyublar. O da tədricən düzələcək. Hər birimizi bağrıma basıram bir bacı və qardaş kimi. Çox sağ olun, minnətdaram, hər zaman qulluğunuzdayam. Sağ olun, mənim dəyərli dostlarım, dəyərli xalqım, dəyərli millətim, bacım və qardaşlarım. Sağ olun.